bürcü 4 iyun 2026-cı il bir çox işin öhdəsindən gəlmək mümkün olacaq. Əgər işə özünüz başlasanız və ətrafınızdakı hər kəsin planlarınızı qəbul et və ya ideyalarınızı təsdiqləməsini gözləməsəniz aydınlaşmağa başlayacaq. Yığılıb qalmış bəzi xırda məişət problemlərini həll etmək, ev üçün faydalı əşyalar almaq, ailə büdcəsini planlaşdırmaq və ya iş günlərinə vaxt çatmayan hobbinizə qayıtmaq mümkün olacaq. Yaxınlarla ünsiyyətdə ehtiyatlı olmağa dəyər. Dedikləriniz kimin zəddindən artıq sərt görünə bilər. Nəticəyə tez çatmaq istəyiniz isə hamıya aydın olmayacaq. Qohumların və sevdiyiniz insanın əvvəlcə ideyalarınıza şübhə ilə yanaşması istisna deyil. Haqlı olduğunuzu emosional mübahisələrlə sübut etməyə çalışmaq əvəzinə sonrakı addımları yaxşı düşündüyünüzü sakit şəkildə göstərmək daha yaxşıdır. Boğa bürcü 4 iyun 2026-cı il. Hadisələr tələsmədən inkişaf edəcək. Məhz bu sizə lazımsız səhvlərdən qaçmağa kömək edəcək. Əvvəlcədən qəbul etmək yaxşı olar ki, bəzi ev işləri və ya alış-veriş üçün səfərlər düşündüyünüzdən daha çox vaxt aparacaq. Bəzi boğalar maliyyə vəziyyətlərinin gözlədiklərindən bir qədər zəif olduğunu görəcəklər. Ola bilsin ki, xərcləri yenidən nəzərdən keçirmək, vacib olmayan bəzi alışları təxirə salmaq və ya böyük xərclərlə bağlı ailə əyləncələrini başqa günə keçirmək lazım gəlsin. Yaxınlarla kiçik fikir ayrılıqları mümkündür. Kimsə sizdən güzəşt gözləməyəcək. Kimsə isə artıq həll olunmuş hesab etdiyiniz məsələləri yenidən müzakirə etmək istəyəcək. Əsəbləşməməyə çalışın. Tənqidi fikirlərin arxasında mübahisə etmək istəyi deyil. Yorğunluq və narahatlıq dayana bilər. Əgər söhbət gərginləşərsə, mövzunu bir müddət dəyişin. Gəzintiyə çıxmağı və ya maraqlı bir işlə məşğul olmağı təklif edin. Hamının diqqətini yayındırması faydalı olacaq. Əkizlər bürcü 4 iyun 2026-cı il. İlk baxışdan hər şey kifayət qədər sadə görünəcək. Bir neçə ev işi, bəzi alış-verişlər, təhsil və ya hobbi üçün biraz vaxt. Amma gözlənilməz gecikmələr mümkündür. Buna görə özünüzə və başqalarına hər şeyi tez həll edəcəyinizə söz verməyin. Əgər hansısa görüşlər planlaşdırılıbsa, gecikməmək üçün əvvəlcədən yola çıxmaq daha yaxşıdır. Hər şeyi birdən etməyə çalışmaq əvəzinə bir neçə tapşırıq seçib onları sona çatdırmaq daha faydalı olacaq. Əgər eyni anda əşyaları toplamağa, səfər planlaşdırmağa, lazım olan məlumatı axtarmağa və mesajlara cavab verməyə başlasanız, tez bir zamanda öz fəallığınızdan yorulacaqsınız. Bugün ardıcıl hərəkət etmək hər yerə və hər işə birdən çatmağa çalışmaqdan daha faydalı olacaq. Xərçəng bürcü 4 iyun 2026-cı il. Çox şey planlardakı dəyişikliklərə nə qədər sakit yanaşmanızdan asılı olacaq. Ev məsələləri, ailə alış-verişi və pulla bağlı söhbətlər gözlədiklərinizdən daha çox vaxt ala və sizdən səbir tələb edə bilər. Ola bilsin ki, detalları bir neçə dəfə dəqiqləşdirmək, öhdəlikləri yenidən bölüşmək və yaxınlarınızdan birinin verdiyi sözü dərhal yerinə yetirməməsi ilə barışmaq lazım gəlsin. Əgər hər şeyi əvvəlcədən düşünməli olan insan rolunu üzərinizə götürməsəniz, işlərin öhdəsindən gəlmək daha asan olacaq. Başqalarına təşəbbüs göstərmə imkanı verin. Hətta onların yanaşması əvvəlcə sizə çox effektiv görünməsə belə, hər kəs özünə uyğun və aydın bir tapşırıq alanda birgə fəaliyyət daha səmərəli olacaq. Şir bürcü 4 iyun 2026-cı il. Xərclər, səfər və ya ailə planları ilə bağlı qərar verməzdən əvvəl bir qədər dayanıb mümkün nəticələri qiymətləndirmək faydalı olacaq. Bugün bir çox şey yalnız öz ətrafınızdakı insanların sizi tələsdirməsi və bütün məlumatı topladıqlarını iddia etməsi səbəbindən təcili görünə bilər. Əslində isə variantları bir daha müqayisə etmək, qiymətləri dəqiqləşdirmək, vaxtı nəzərə almaq və yalnız bundan sonra hərəkət etmək daha yaxşıdır. Ev işləri ilə məşğul olmaq və şəxsi məsələləri həll etmək üçün tələsməmək lazımdır. Əgər tez bir zamanda hər şeyi qaydaya salmaq, mebellərin yerini dəyişmək və ya ailə tədbirləri təşkil etmək istəsəniz, kiçik addımlarla başlayın. Belə etsəniz, artıq enerji sərf etməyəcək və böyük planlarınızın düşündüyünüzdən daha mürəkkəb olduğu ortaya çıxsa belə məyus olmayacaqsınız. Qız bürcü 4 iyun 2026-cı il. Səhər elə görünə bilər ki, işlər vaxtdan çoxdur. Amma siz tez bir zamanda nəyə ilk növbədə başlamaq lazım olduğunu müəyyənləşdirəcəksiniz. Xərc tələb edən bəzi planları dəqiqləşdirmək lazım gələcək. Ola bilsin ki, artıq alışdan imtina etməli, planlaşdırılan səfərin marşrutunu dəyişməli və yaxınlarınıza niyə daha praktik variant seçməyin daha yaxşı olduğunu sakit şəkildə izah etməli olasınız. Diqqətliliyiniz lazımsız xərclərdən və qarışıqlıqlardan qaçmağa kömək edəcək. Əgər hansısa ortaq layihədə iştirak etməyi planlaşdırırsınızsa, fikir ayrılıqlarına hazır olun. Hər kəs sizin uzaq görənliyinizi və ciddi yanaşmanızı dərhal qiymətləndirməyəcək. Kiməsə elə gələcək ki, siz sərtsiniz və hər şeyi həddindən artıq yoxlayırsınız və ya emosiyalara qapılmağa hazır deyilsiniz. Buna görə mübahisə etməməyə çalışın. Fikirlərinizi qısa və əsəbləşmədən izah edin. Onda sizin üçün mübahisələrdən daha tez dinləyəcəklər.
Tərəzi bürcü 4 iyun 2026-cı il. Bu gün yeni imkanlar açacaq, amma nəzərə almaq lazımdır ki, onların hamısından dərhal istifadə etmək lazım deyil. İntuisiyanıza qulaq asın. O sizə nədən başlamağın daha yaxşı olduğunu və nəyi təxirə salmağın mümkün, hətta vacib olduğunu göstərəcək. Bazar günü ev işləri təhsil və yaradıcılıq üçün münasibdir. Xüsusilə də əvvəllər başladığınız işləri tamamlamaq baxımından, tamamilə yeni bir şeyə başlamaqdan daha çox. Siz nəyin yaxşılaşdırıla biləcəyini tez anlayacaq, həm gözəl, həm də ağıllı həll yolu tapacaqsınız. Alış-veriş etmək olar. Ev üçün lazım olan bir şeyi tez seçmək və ya yaxınlarınızı sevindirəcək əşyalar tapmaq mümkün olacaq. Əqrəb bürcü 4 iyun 2026-cı il. Başqalarının diqqət yetirmədiyi şeyləri görmək bacarığınız sizə çox kömək edəcək. Məhz bunun sayəsində planlaşdırmada səhvlərə yol verməyəcək, lazımsız xərclərdən qaçacaq və nüfuzu şübhə doğuran insana etibar etməyəcəksiniz. Öz maraqlarınızı qorumaq bacarığı da faydalı olacaq. Məsələn, siz yalnız kiminsə qərarının düzgün olduğunu israrla deməsi və ya tez nəticə vəd etməsi səbəbindən qərar qəbul etməyəcəksiniz. Bugün ehtiyatlıq sizin müttəfiqiniz olacaq və sonradan tələsmədiyiniz, təzyiqlərə uymadığınız üçün özünüzə dəfələrlə təşəkkür edəcəksiniz. Yaxınlarla ünsiyyətdə sakitliyi qorumaq vacibdir. Bugün baş verənləri bir qədər dramatikləşdirməyə meyilli olacaqsınız. Amma bir insan suallarınıza həmişəkindən daha qısa və təmkinli cavab verirsə, bu mütləq soyuqluq və inciklik demək deyil. Ola bilsin ki, sadəcə fikirlərinizi toplamaq üçün ona vaxt lazımdır. Belə məqamlarda münasibətləri aydınlaşdırmağa çalışmaq əvəzinə intuisiyanıza qulaq asmaq daha yaxşıdır. O sizə nə qədər geri çəkilməyin və ya kömək təklif etməyin lazım olub olmadığını göstərəcək. Ox atan bürcü 4 iyun 2026-cı il. Gün ən asan və ən xoş gün olmayacaq, amma yanınızda olacaq insanlar onu daha parlaq və rahat edəcəklər. Bir çox ox atan üçün məhz ünsiyyət yaxşı əhvalın əsas mənbəyinə çevriləcək. Dostlar maraqlı gəzinti təklif edə, qohumlar işlərdə kömək edə. Sevdiyiniz insan isə sizin özünüzdən hələ tam əmin olmadığınız ideyanı dəstəkləyə bilər. Əgər çətinliklərlə qarşılaşsanız, kömək ehtiyacınız olduğunu gizlətməyin. Həm yaxın insanlar, həm də yeni tanışlar sizə məmnuniyyətlə yardım edəcəklər. İstənilən gündəlik iş əmçəkindən bir qədər çox diqqət tələb edəcək. Gecikmələr və xoşagəlməz unutqanlıqlar mümkündür. Əgər səfərə çıxacaqsınızsa, marşrutu dəyişməyə hazır olun. Xırda şeylərə görə əsəbləşməyin. Özünüzə biraz sərbəstlik versəniz, onlar ümumi mənzərəni korlamayacaq. Oğlaq bürcü 4 iyun 2026-cı il. Gün sizdən diqqətli və toplanmış olmağı tələb edəcək, amma çətinliklərə tək qalmayacaqsınız. Xərcləri, ev işlərini, ailə planlarını və təhsil məsələlərini tələsik həll etməmək yaxşıdır. Ola bilsin ki, büdcəni yenidən nəzərdən keçirmək, hələlik vacib olmayan alışdan imtina etmək və ya böyük işi bir neçə aydın mərhələyə bölmək lazım gəlsin. Bu yanaşma artıq xərclərdən qaçmağa kömək edəcək. Yaxınlarınız sizin niyə xırda şeylərə bu qədər ciddi yanaşdığınızı dərhal anlamaya bilərlər. Kiməsə elə gələcək ki, siz çox sərtsiniz. Kim isə sizdən daha çox yumşaqlıq gözləyəcək. Söhbətləri vəzifələr siyasına çevirməməyə çalışın. Biraz mehribanlıq əlavə etsəniz, insanlar sizi daha vəzlə dəstəkləyəcək və kömək təklif edəcəklər. Dolça bürcü 4 iyun 2026-cı il. Bir çox şey gözlədiyinizdən daha asan alınacaq və bu sizə yeni ideyalar üçün ilham verəcək. Amma ölçü hissini unutmaq olmaz. Hər şey yaxşı alınanda həddindən artıq həvəsə qapılmaq riski var və bu gün ulduzların dəstəyi hiss olunsa da sonsuz deyil. Buna görə gücünüzü obyektiv qiymətləndirməyə çalışın. Bu çətinliklərdən qaçmaq üçün kifayət edəcək. Yaxınlarınız bir çox təkliflərinizə həvəslə cavab verəcək. Sadəcə birlikdə vaxt keçirməkdən məmnun olacaqlar. Dostlar sizi maraqlı bir yerə dəvət edə, qohumlar qeyri-adi ideyalarınızı dəstəkləyə, sevdiyiniz insan isə uzun müddət yadda qalacaq romantik görüş təşkil edə bilər. Balıqlar bürcü 4 iyun 2026-cı il. Tanış işlərlə məşğul olmaq olar, amma onlara yeni tərəfdən yanaşmaq vacibdir. Əvvəllər əhvalınıza və ilhamınıza güvəndiyiniz yerdə bugün praktik yanaşma nizam faydalı olacaq. Ev işlərini əvvəlcədən planlaşdırmaq daha yaxşıdır. Yeri gəlmişkən bunu yaxınlarınızla müzakirə etməyi unutmayın. Ola bilsin ki, onlar bəzi işləri öz üzərlərinə götürmək istəsinlər. Həmçinin səhərdən hansı alışları edə biləcəyinizi, gün ərzində nə qədər pul xərcləməyə hazır olduğunuzu müəyyənləşdirmək məsləhətdir. Bu uğursuz maliyyə qərarlarından qaçmağa kömək edəcək. İşlərin hamısının dərhal istədiyiniz kimi alınmayacağına hazır olun. Ola bilsin ki, gözəl, amma o qədər də vacib olmayan ideyadan imtina etməli, bəzi detalları dəqiqləşdirməyə vaxt sərf etməli və ya son vaxtlar münasibət qurmaq çətin olan bir insandan məsləhət istəməli olasınız.